Abone olun, like edin, rey yazın, video linkini paylaşın. Sağ olun. Salam dəyərli 8-ci siniflər, iş dəftərindən 6.3 turşular və əsasların ümumi alınma reaksiyaları mövzusunun suallarına baxaq. Uyğunluğu müəyyən etdir. Birinci sualda su ilə əsas əmələ gətirir. Su ilə əsas əmələ gətirənlər ümumi yazsaq, əsasi oksid, üstəgəl sudan əsas ala bilərik. Əsasi oksidlərin də hansılardan? Qələvi metallardan və qələvi torpaq metallarının oksidlərindən üzərinə su gəlməyinin əsas əldə edə bilərik. İndi baxaq variantlara. Kalium oksid. Kalium oksid belə yazılır. Suda H2O-dur bildiyiniz kimi. Reaksiya gedir, kalium OH alınır. Burada sadəcə uyğunlaşdırmaq lazımdır. Bizdən reaksiyanı istəmir, amma ümumi olaraq mən sizin üçün yazdım ki, aydın olsun. Sonra baxaq burada Y bənddə uyğun gəlir. Strontium isə qələvi torpaq metaldır. İkinci qrup metaldır. Bunun da üzərinə su gələndə alınır əsas. Burada niyə ayağında 2 yazdıq? Çünki bayaq dediyim kimi ikinci qrupdur, 2 valentlidir. Ona görə OH-ın ayağına 2 düşəcək. Y bənd də bura aiddir. Su ilə turşu əmələ gətirir. Turşu oksidlərə aiddir bura. Amma məsələn, silisium O2 var turşu oksidlərindən. O su ilə reaksiyaya getmir. Elə burada D bəndinə də baxaq. Alüminium oksid. Deməli, su ilə reaksiyaya girən ancaq bu qələvi metallar və qələvi torpaq metalların oksidləridir. Digər metalların oksidləri qarışıq oksid olsun, amfoter metalların oksidləri olsun, passiv metalların oksidləri, orta aktiv metalların oksidləri. Bunlar su ilə reaksiyaya girmir. Alüminium oksidlər su ilə reaksiyaya girmir, C bənddə getmir. Burada elə üstə su ilə reaksiya daxil olmayanları istəyir. C və D aiddir ora. Kükürt trioksid belə yazılır. Buradan da alınır H2SO4, yəni sulfat turşusu. Turşu oksiddir, su ilə reaksiya girəndə turşu əldə edirik. Sonra baxaq ikinci suala. Oksidlərin formulunu müəyyən et və adlandır. Elə bu yuxarıda yazdığımız bura aiddir. Bəs bunu hardan bilirik? Anhidrid məsələsi idi. Bunu dərs izah eləyəndə eləmişəm. Burada kükürdün oxşaşma dərəcəsi nədir? Müsbət 6. Demək ki, anhidrid SO3-dür də. SO3 üstəgəl H2O alınır H2SO4. Oksidin formulu SO3-dür. Oksidin adı kükürd trioksid olacaq. Siz aydın şəkildə yaza bilərsiniz. Kükürt trioksid. Burada yazılıb. Belə. Y üstəgəl H2O alınıb kalium OH. Bu da nə olacaq? Əlbəttə, kalium oksid olacaq. Kalium 2O, belə kalium oksid də yazırsınız bura. Sabit valentli olduğu üçün burada valentliyi vurğulamırıq. Metalın adı və oksid söz deyirik. Baxaq, H3PO4. Bu isə olacaq P2O5. Əslində siz gələcəkdə görəcəksiniz bu pH-O5 üstəgəl H2O temperaturdan asılı olaraq müxtəlif turşular verə bilir. Burada da indi temperatur var. 100 dərəcə Selsi olanda H3PO4 verir. pH-O5-dir. Bu isə olacaq difosfor pentaoksid. Üçüncü suala baxaq. Elektrik kesiricini yoxlamaq üçün istifadə olunan cihaz ilə 3 müxtəlif təcrübə aparılır. Stəkana desilə suyu tökülür və içərisinə kalsium oksid əlavə edilir. Naqillər sabit cərayın mənbəyinə birləşdirir. Nə müşahidə olunur, nə üçün? Deməli, stəkana distillə suyu əlavə etmişik. Bunun da üzərinə kalsium oksid gəlirik. Buradan alınacaq kalsium hidroksid. Burada kalsium hidroksid suda həll olan əsasdır. Elektriki suda məhlulu elektrik cəryanı keçirə bilir. Burada yaza bilərsiniz, lampanın işığı yanır. Lampa yanır. Kalsium OH2 elektrolitdir. Bu formada.
B-yə baxaq. Stəkana distillə suyu tökülür, içərisinə silisium dioksid əlavə olunur. Distillə suyu da elektrik cərəyanı keçirmir uşaqlar bu arada. Silisium O2 ilə reaksiya getmir. Burada belə yaza bilərsiniz. Distillə suyu və silisium dioksid qeyri-elektrolitdir, elektrik cərəyanı keçirmir, lampa yanmır. C bəndinə baxaq. C bəndində deyir, stəkana distillə suyu tökülür və içərisinə diazot pentaoksid əlavə edilir. Distillə suyu üstəgəl diazot pentaoksid. Oradan alınır HNO3 nitrat turşusu. Yenə eyni şeyi edirik, nə müşahidə edilir? Burada yazırsınız, HNO3 əmələ gəlir, elektrolitdir, lampa yanır. Elektrik cərəyanını keçirir suda məhlulu. Dördüncü suala baxaq. Oksidlərin su ilə reaksiya dəyişlərini tərtib et. Kalsium oksid. Gəlin əvvəlcə bunların hamısının formulunu yazaq. Kükürt dioksid, diazot, pentaoksid, barium oksid, karbon dioksid, diazot, trioksid, tri3'dür, kalium oksid, lityum oksid. Bunlar bir valentli olduğu üçün ayaqlarına 2 düşür. Oksigen 2 valentlidir. Çünki kükürt, trioksid, natrium oksid, stronsium oksid. Hər birinin üzərinə su gərək. Deməli, əsasi oksidlər qələvi metalların və qələvi torpaq metallarının su ilə reaksiyasından əsas alırıq. Turşu oksidlərinin silisium O2-nin çıxmaq şərti ilə su ilə reaksiyasından turşu alınır. Deməli, buradan alırıq qələvi, suda həll olan əsas. Buradan turşu. Baxın, məsələn, buradan H2SO3 alınır. Niyə görə? Kükürt müsbət 4 oksijləşmə dərəcəsidir. Uyğun turşuna sulfitdir. Buradan HNO3. Barium hidroksid. Barium 2 valentli olduğu üçün ayağına 2 yazırıq. Karbonat turşusu alınır. Əslində, karbonat turşusu çox zəifdir. Gələcəkdə kesinliklə görəcəksiniz. Bu reaksiya dönərdir. Yəni, alınan kimi parçalanan bir turşudur bu. Deməli, N2O3 reaksiya girəndə HNO2. Buradan kalium OH, lityum OH, H2SO4, natrium OH, stronsium OH2. Beşinci sualı nəzər salaq. Maddələri distillə suyuna əlavə etdikdə nə müşahidə olunurlar? Gəlin əvvəlcə baxaq görək, bunlar distillə suyuna əlavə eləyəndə nə baş verir? Ümumiyyətlə reaksiya gedirmi, getmirmi? Kalsium oksidi əlavə eləsək, kalsium hidroksid alınır. Bu da suda həll olan əsasdır. Kükürt dioksidi əlavə etsək, bəlkə qarşısında yazaq müşahidə. Yox, burada onu yazmalıyıq. Burada alınır H2SO3, diazot pentoksid, HNO3, barium oksiddən barium OH2, alüminium oksid reaksiya getmir. Kükürt trioksiddən H2SO4 turşu alınır. Diazot trioksid, buradan da HNO2 alınır. Kalium oksiddən kalium OH, lityum oksid reaksiya girəndə lityum OH, dəmir 2 oksid reaksiya getmir. Kükürt trioksid, bu var idi burada. Yox, kükürt dioksid imiş. H2SO4 alınır. Yox, var da. Kükürt trioksid 2 dəfə gedib burada. Amma fərqli şeylərlədir. H2SO4 mis oksid reaksiya getmir. Silisium dioksid reaksiya getmir. Stronsium oksid. Stronsium oksid. Stronsium OH2. Əvvəlcə istəyirsiz reaksiya getməyənlərə baxaq. Məsələn, mis oksid, metal oranj. Rəngi dəyişmir yazaraq. Metal oranj rəngi dəyişmir. Sonra müvəssir indikatorun
Bunun da rəngi dəyişmir. Dəyişiklik baş vermir, belə də yaza bilərsən. Universal indikatorun rəngi dəyişmir. Burada da dəyişməyəcək və burada da fenolftalinin rəngi dəyişmir. İndi baxaq birinciyə. Universal indikator əlavə etmişik. Qələvi mühitdə göy rəngə boyanır. Lakmus kağızı tuş mühitdə qırmızı rəngə boyanır. Lakmus kağızı qızarır da yaza bilərsiniz. pH 7-dən kiçik olur tuş mühitdə. Metaloranj əsası mühitdə sarı rəngə boyanır. Universal indikator tuş mühitdə qırmızı rəngə boyanır. Diazot tireoksid, deməli metaloranj tuş mühitdə qırmızı rəngə boyanır. Fenolftalin əsası mühitdə səhrai rəngə boyanır. Lityum hidroksid əsas mühitdə pH 7-dən böyük olur. Fenolftalin tuş mühitdə Abone olun, like edin, rəy yazın, video linkini paylaşın. Sağ olun. burada da rəng dəyişikliyi baş vermir. Ona görə də biz fenolftalini turşu təyin etmək üçün istifadə etmirik. Son olaraq lakmus kağızı qələvi mühitdə. Bu isə göyərir. Göy rəngə boyanır da yaza bilərsiniz. Altıya baxaq. İfadələri Venn diaqramı üzrə ayır. Deməli, bu nədir? SO üstü kalium kiodu. Su ilə reaksiya daxil olur. Hər biri su ilə reaksiya daxil olur. Su ilə qarışığında pH 7-dən böyük olur. Bu kalium OH əmələ gətirir. Qələvi mühitdə pH 7-dən böyük olur. Su ilə qarışığında metaloranj qırmızı rəngə boyanır. Su ilə qarışığında metaloranj qırmızı rəngə boyanan turşu olur. 3 bura aiddir. Su ilə qarışıq elektrik cərəyanı keçirdiksə, hər birinin əmələ gətirdiyi maddə elektrolitdə elektrik cərəyanını keçirir. Belə, buradan bu qədər. Sağ olun. Abone olun, like edin, rəy yazın, video linkini paylaşın. Sağ olun.